Salam dəyərli izləyicilər. DİM-in 20 sınaq kitabçasından sınaq izahlarını davam etdiririk. Növbəti sınavımız 11-ci sınaqdır. Ümumi sınaqdır bu artıq. Başlayırıq birinci sınaqla. Uyğunluğu müəyyən edin deyir. Orta tunc, son tunc, erkən dəmir dövrü. Ayaqla hərəkətə gətirilən dulus çarxı son tunca aiddir. Dulusçuluğun meydana gəlməsi bu neolit dövrünə aid, heç birinə aid deyil. Boyalı qablar mədəniyyətinin formalaşması orta tunca aid olacaq. İlk şəhər mərkəzlərinin yaranması o da orta tunc dövrünə aiddir. Sənətkarlardan tacirlər qrupunun ayrılması bu üçüncü ictimai məlk bölgüsüdür. Son tunca aid olacaq. 1-ə CD, 2-yə A, Y, D bəndi. İkinci sualda deyir, Brexit planı ilə Avropa Birliyindən ayrılan dövləti xəritədə müəyyən edin. Bu Böyük Britaniyadır. Bu dövlət İngiltərədə deyirlər. Deməli, 1973-cü ildə daxil olmuşdu. 2020-ci ildə isə çıxmışdı Avropa Birliyindən. İngiltərədə yerləşir. 2-də doğru cavab D bəndi olacaq. Manna hökmdarı Aşşurinin hakimiyyət dövrü üçün səciyyəvi cəhət. Eradan əvvəl 675-650-ci illərdə hakimiyyətdə olmuşdu. Assuriya ərazilərinə hücum edilməsi, bəli. Çin-Meski Sak tayfalarının ərazisində məskunlaşması ilə güclənmiş ordusu ilə Assuriyaya xərac verməkdən imtina edir və yürüş edir Assuriya üzərinə. Hətta Midiyaya da dəstək vermişdi. Kaştaritiya. Digər cavablar Aşşurinin hakimiyyətinə uyğun gəlmir. Urartu hökmdarı ilə ittifaq bağlaması olmayıb. Mannanın yenidən Assuriyadan asılı vəziyyətə düşməsi artıq onun dövrü deyil, Uvalinin dövrüdür. Assuriyanın paytaxtının ələ keçirilməsi əksinə Assur hökmdarı Aşşurbanipal onun dövründə gəlib paytaxtı ələ keçirmişdi. Eradan əvvəl 650-də Manna paytaxtının Midiyaya qarşı Assuriya ilə ittifaq bağlanması Assuriyaya qarşı Midiya ilə ittifaq bağlamışdı. Növbəti suala baxaq. Dördüncü sual. Karra və Amid döyüşlərinə aid oxşar cəhət. Karra döyüşü eradan əvvəl, bunu yazmadım. Karra döyüşü eradan əvvəl 53-dür. Amid döyüşü isə eradan əvvəl, daha doğrusu bizim yer 359. Bu da eradan əvvəl 53. Oxşar cəhət nə ola bilər? Hər iki döyüşdə Roma ordusu məğlubiyyətə uğramışdı, götürə bilərik. Sadəcə birincidə Karra döyüşündə Atropatena və Parfiya qüvvələrinə məğlub olmuşdu. Atropatena Parfiyaya kömək eləmişdi. Amid döyüşündə isə Sasani və Albaniya qoşunlarına məğlub olmuşdu. Baxırıq, Alban qoşunları Sasanilərin müttəfiqi kimi iştirak etməsi bu Amiddədir. Müttəfiqlər tərəfindən Roma qoşunlarının məğlub edilməsi və yaxud dediyim məsələ. Hər ikisində də müttəfiqlər Romanı məğlub etmişdi. Atropatena və Parfiya müttəfiq olması bu təkcə Karradadır. Eradan əvvəl 1-ci əsrin ikinci yarısında baş verməsi 1-ci əsrin ikinci yarısından düşmür. Karra 1-ci əsrin birinci yarısından düşür. Albaniyanın öz ərazilərini geri qaytarması bu da 359 Amid döyüşündə qalib gəlmişdi. 371-də sonra döyüşdə itirir. 387-də təzədən geri qaytarır. Albaniyada Mehranilər sülaləsinin hakimiyyəti dövrünə aiddir. Mehranilər sülaləsi 630-705-ci illərdir. Bizans imperiyası ilə ittifaq bağlanması 654-dür. Ərəblərə qarşı cavab bu olacaq. Bağlanmışdı. Abbasi xilafətinə qarşı Abbasi xilafəti 750-də gəlibdi, heç görməyibdi. Bizansa qarşı Xəzər xaqanlığı ilə ittifaq yaradılması, Bizansa qarşı ittifaq yaratmaq Xəzərlərdən asılı vəziyyətə düşmüşdü, amma Sasani dövlətinin şimal canişininə daxil edilməsi Arşakilərin dövründə daxil edilmişdi. Xosrov Əmşəhrvan islahatları ilə şimal Kursda daxil edilmişdi. Xristian dininə aid qanunlar qəbul edilməsi bu 3-cü Mömin Vaçaqan Arşakilərin dövrünə düşür. 6-cı suala baxırıq. 9-11-ci əsrlərdə Azərbaycan hökmdarlarına aid uyğunluğu müəyyən edin. Əbu Tahir Şirvanşah hökmdarı, Əbləsvar Şavur Şəddadi hökmdarı. Beyləqan Şəddadilər dövlətinə birləşdirilməsi Fəzl bin Məhəmmədə aiddir.
Səlcuq dövləti ilə müqavilə bağlanması Əbüləsvar Şavur 1054-cü ildə bağlamışdı. Müstəqil dövlətin əsasının qoyulması heç birinə aid deyil. Paytaxtın Şamaxıya köçürülməsi Əbutahir 918-ci ildə köçürülmüşdü Şirvandan Şamaxıya. İqtisadi sahədə orduda islahatlar keçirməsi, bu da Əbüləsvar Şavura aiddir. 1D, 2B, Y, cavab C bəndi. Hülakülər və Cəlalilər dövlətlərinə aid oxşar cəhət 1258, 1357, Cəlalilər də 1340, 1410-cu illər götürəcəyik. Qızıl Ordu dövlətinin hücumuna məruz qalması. Demək, Hülakülər yarandığı vaxtdan etibarən qalıb mübarizə aparıblar. Cəlalələrin dövründə də Toxtamış yürüş etmişdi. Oxşar cəhət dediyinə görə götürəcəyi A bəndi. İlk paytaxtın marağı olması Hülakülərdə marağa idi. Cəlallərdə Bağdad, Təbriz şəhərləri olmuşdu. Hülakülərdə də marağa Təbriz Sultaniyə olmuşdu. Qaraqoyunlu dövləti ilə müharibə aparılması. Qaraqoyunlu dövləti yaranıb 1410-cu ildə heç birinə aid deyil. Çünki Qaraqoyunlular Cəlalləri süquta uğradandan sonra öz dövlətlərini qurmuşlar. Teymurilər dövlətinin hücumuna məruz qalması. Hülakülər də Teymurları heç görməyiblər. 1370-də Teymur öz dövlətini qurmuşdu. Şirvanşah 1-ci İbrahimlə ittifaq, amma Teymur Cəlalilər dövlətinə hücumlar etmişdi. Şirvanşah 1-ci İbrahimlə ittifaq bağlanması 1-ci İbrahim 1382-də gəlibdi. Yəni Hülakülər dövrünü görməyibdi. Amma Cəlalilərlə Sultan Əhmədlə ittifaq bağlamışdı. Bunu biz deyə bilərik. Qara Yusifə qarşı döyüşdə birgə iştirak eləmişdilər. Keçək növbəti suala 8. Uyğunluğu müəyyən edin. 1435-ci ildə Təbriz yaxınlığında baş verən döyüşdə Şahruxun qalib gəlməsi, Azərbaycan idarə edilməsi, Cahanşaha tapşırılması, 36-da da Cahanşah Teymurlərdən asılı vəziyyətdə olaraq taxta çıxmışdı. Doğru götürə bilərik. Venesiyanın vəd etdiyi hərbi donanmanı odlu silahı göndərməməsi, Ağqoyunluları məğlub edən Osmanlılar tərəfindən Trabzonun tutulması. Bu 1472-ci ildir. 72-dir, amma Trabzonun tutulması Osmanlılar tərəfindən 1461-dir. Yəni səbəb nəticə ilə uyğun gəlmir. Cahanşahın Teymuri hökmdarı Əbu Səidlə barışıq imzalaması, Cahanşahın 1447-ci ildə müstəqil siyasət yeritməyə başlaması. Bu Şahruxun ölümündən sonra 47-də müstəqil siyasət yeritmişdi. Əbu Səidlə barışıq isə 1459 Herat müqaviləsidir. Azərbaycanda yarımköçmə feodal əyanlarının qiyam qaldırması, Cahanşahın 59-cu ildə Teymur hökmdarı Əbu Səidlə barışıq müqaviləsi imzalaması, bəli, oğlanların başçılığı ilə Bağdadda və Təbrizdə üsyanlar qaldıran feodallara görə Teymuri hökmdarı ilə müqavilə bağlayan Cahanşah geri qayıtmışdı. Bunu doğru götürəcəyik. Qızıl Ordu xanının Təbrizə elçi göndərərək cənub sərhədlərinin pozulmaması haqqında təminat alması, Moskva knyazın ittifaq təklifinin Həsən Paşa tərəfindən qəbul edilməməsi. Bəli, 1475-ci ildə Moskva knyazı elçi göndərəndə artıq ondan əvvəl Qızıl Ordu öz elçiləri ilə təminat almışdı. Bu da doğru cavab olacaq. Uyğunluq 1, 4, 5 olacaq. Y bəndi. Şah 1-ci İsmayıldan fərqli olaraq Şah 1-ci Təhmasibin hakimiyyəti dövründə. Deməli, İsmayıl yox, biz Təhmasibi götürəcəyik. Xorasan uğrunda özbəkilərlə mübarizə aparırdı. 1410 İsmayıl mübarizə apardı. Şah 1-ci Təhmasibdən 1534-cü ildə aparmışdı. Hər ikisinə aiddir. Osmanlı dövləti ilə sülh müqaviləsi imzalandı. İsmayıl müharibə aparıb sülh müqaviləsi imzalamamışdı, amma Təhmasib 1555-də Amasya sülhünü imzalamışdı. Amudəryadan Fərat çayına qədər ərazi Səfəvi imperatorluğuna daxil edildi. Bu İsmayılın vaxtında baş vermişdi. Daxil edildi deyir. O Şeybaniləri məğlub edəndən sonra. Ona görə bunu götürməyəcəyik. Dərbəndilər sülaləsinin hakimiyyətinə son qoyuldu. 1538-ci ildə Şah 1-ci Təhmasib Şirvanşahları süquta uğratması ilə Dərbəndlərə son qoyur. Azərbaycan torpaqlarının əksər hissəsi vahid dövlətdə birləşdirildi. Əksər hissəsi yox, bütün torpaqlar Şah 1-ci Təhmasibin vaxtında vahid dövlətdə birləşdirildi. 5
Ona görə götürülmür. Cavab 2, 4 A bəndi. 17-ci əsrin ikinci yarısında Səfəvi dövlətində mövcud olmuş Qarabağ, Çuxursəd və Şirvan bəylərbəyliklərinin mərkəzləri müvafiq olaraq müəyyən edin. Qarabağın mərkəzi Gəncə olubdu. Çuxursəd İrəvan olubdu. Şirvan da Şamaxı olubdu. Şuşa yaranması Qarabağ xanlığı ilə bağlıdır. 1757-ci il. Cavab 3 olacaq. B bəndi. 11-ci suala baxırıq. Xronoloji ardıcılı müəyyəni. Vestfaliya sülhü 1648-dir. ABŞ-nin konstitusiyasına hüquqlar haqqında bil adlanan düzəliş 1791. Parisdə bağlanmış sülh müqaviləsi ilə İngiltərənin ABŞ-nin müstəqilliyini tanıması 1783. İngiltərədə şanlı inqilab 1688. 1, 4, 3, 2 A bəndi olacaq. Osmanlı hökmdarı Orxan Qazinin hakimiyyəti dövrünə aiddir. Orxan Qazinin hakimiyyət dövrü 1326 1359 götürürlər adətən. Hakimiyyəti dövrünə aiddir. Paytaxtın Ədirnəyə köçürülməsi 1362-ci ildə paytaxt Ədirnəyə köçürülmüşdü. Bu Kür Muradın dövrünə. Osmanlı ordusunun Çirmən döyüşündə qalib gəlməsi. Çirmən döyüşü 1371, bu da 1-ci Murada aiddir. Serbiyanın Osmanlı dövlətinə asılılığını qəbul etməsi ilə həmin döyüşdən sonra, Çirmən döyüşündən sonra 1-ci Muradın dövrünə düşür. Maltepe döyüşündə Bizans qoşunu üzərində qələbə qazanması 1329 bu Murada aiddir, Orxan Qaziyə aiddir. Dövlətin ərazisinin inzibati baxımdan paşalıqlara və sancaqlara bölünməsi, bu da Orxan Qaziyə aiddir. 4-5 olacaq. D bəndi. Azərbaycan SSR-də baş vermiş hadisələrdən hansılarının yerini dəyişdikdə düzgün xronoloji ardıcıllıq alınır? Kəndlilərdən ərzaq vergisinin yığılmağa başlanması 1922-dir. İlk konstitusiya 1921-dir. Bütün mülkədar və vəqf torpaqların müsadirə edilməsi haqqında dekret 1920-dir. Kollektivləşdirmə əleyhinə üsyanların baş verməsi 1930-dur. Deməli, 3 ilə 1-in yerini dəyişsək, düz olacaq. Cavab A bəndi. Uyğunluğu müəyyən edin. Erkən orta əsrlərdə türk dövlətləri, Avropa Axund dövləti. Erkən orta əsrlər adətən şərqdə 3-cü, 11-ci əsrlər götürülür. Avropada isə 5-11-ci əsrlər olacaq. Sasanilərlə müharibə aparılması Avropa Hun dövləti Attila planlaşdırır, amma yürüş edə bilmir. 5-ci əsrin ikinci yarısında süqut etməsi, bəli, 470 götürülür süqutu. Bizansın illik xərac ödəməyə məcbur edilməsi 434-447 Attilanın yürüşündə baş vermişdi bu hadisə. Axund dövləti 5-ci yüzilliyin ortalarında Sasanilərə qarşı qalibiyyətli müharibələr aparması 430-da hakimiyyətə gələn Ağsuvar xanın vaxtında olmuşdu. Bu məğlub etmişdi Sasaniləri. Hindistanın bütünlüklə yox, şimal-qərbi Hindistan 6-cı əsrdə tutulmuşdu. O görə səhvdir bu. Eftalitlər dövləti kimi də tanınması doğrudur. 1-ə B, C, 2-yə A, C, D bəndi. 30 illik müharibənin nəticələrindən biri. Almaniyada siyasi dağınıqlıq dövrü başa çatmır, daha da rəsmiləşir. Qərbi Avropada üstünlük Fransadan İngiltərə, İspaniyadan Fransaya keçir. Avropada dini müharibələr dövrü başlandı, başa çatdı deyirik. Sonuncu dini müharibə idi. Onu da qeyd edim, 1618-1648-dir bu döyüş müharibə. Müqəddəs Roma imperiyasının varlığına qəti olaraq son qoyuldu. Bu 1806-cı ildir. 1-ci Napolyon Berlinə daxil olması ilədir. Almaniyada knyazlıqlar feodal qaydalarını yenidən gücləndirdi. Bəli, bu aiddir. AXC 2-ci hökumətin fəaliyyətinə aiddir. Bir müddət qanunvericilik, demək 2-ci hökumət
Onu qeyd edək. 1918 iyun ayından davam edir. Dekabr 1918-ci ilə qədər. Hökumətin fəaliyyətinə aiddir. Bir müddət qanunverici səlahiyyətləri də həyata keçirilməsi Milli Şura fəaliyyətini iyun böhranında dayandırdığına görə ikinci hökumət qanunverici səlahiyyətləri də həyata keçirmişdir. Doğru cavab olacaq. Qarabağ general qubernatorunun təsis edilməsi haqqında qərar 19-cu ilin yanvarıdır. 19-dur. General Thomsonun başçılığı İngilis qoşunlarının ölkə ərazisini tərk etməsi bu da 19-cu ilin yayındadır. Naxçıvan bölgəsinin müdafiəsini təmin etmək üçün Araz Türk Respublikasının yaradılması. Bu 18-ci ilin noyabrı olsa da, uşaqlar sizi çaşdırmasın, bu Cumhuriyyətin hökumətinə aid deyil, yəni hökumətin gördüyü fəaliyyət deyildi. Sadəcə Naxçıvandan türk qoşunları getdiyinə görə orada erməni işğalının qarşısının alınması üçün belə bir hakimiyyət yaradılmışdı. Xəzər dənizində Azərbaycan hərbi donanması 19-cu ilin yayında ingilislər tərk edəndən sonra olmuşdu. Doğru cavab 16-da A-nı götürəcəyik. 17-ci suala baxırıq. Eradan əvvəl 6-cı yüzilliyin əvvəllərində deməli görmürəm burada. Afinada Solon islahatları nəticəsində 6-cı yüzilliyin əvvəllərində Afinada Solon islahatları nəticəsində hər bir vətəndaş dövlət idarəçiliyində istənilən vəzifəni tutmaq. 594 onu bilirsiniz. Bütün vəzifə tuta bilməzdilər, yəni ona görə səhvdir. Vətəndaşların hüquq və vəzifələri onların əmlakına uyğun müəyyən edilməyə başladı. Bəli, bu doğru cavab olacaq. Yunanıstanda tiranlığın ləğv edilməsinə gətirib çıxartdı. Tiranlıq hələ bundan sonra yaranır. Əmlakına asılı olmayaraq bütün vətəndaşların siyasi vəzifəyə seçilməsi qeyd etdik ki, vəzifəyə seçilə bilmirdilər yoxsullar. Sosial ziddiyyətlərin həll edilməsi ilə daxili çəkişmələrə son qoyuldu. Qismən qarşısı alındı, amma son qoyulmadı. Ona görə də bu səhvdir. Doğru cavab B olacaq. 18-ci sualda Eyler-Venn diaqramı. 19-cu əsrin ikinci yarısında Şimali Azərbaycanda neft sənayesi, əlvan metallurgiya söhbət 19-cu əsrin ikinci yarısında gedir. İlk insan birliyinin yaranması neft sənayesində yaranmışdı 1893-cü ildə. 1893-cü ildə Bakı Ağ Neft Zavodları sahiblərinin ittifaqı idi. Xarici kapitalın daxil olması hər ikisinə də aiddir. Götürə bilərik. Milli kapitalın üstünlük təşkil etməsi bu balıq sənayesində olubdu. Heç birinə aid deyil. Alman kapitalı əsasında inkişaf etməsi Siemens qardaşları əsasən mis sənayesində inkişaf etmişdi. Bu əlvan metallurgiyaya gedir. İltizam sisteminin ləğv edilməsi 1872-ci ildə neft sənayesinə aid götürə bilərik. 1-ə A-yı, 2-yə B, 2-yə D, 3-ə B. Cavab B olacaq. Pinçen sazişinin şərtlərinə aiddir. Eradan əvvəl 200-cü ildə olmuşdu. Xan sülaləsinin hökmdarı hər il xərac ödəməyi öz öhdəsinə götürdü. Bəli, doğrudur. Çinin cənub əraziləri, cənub yox, şimal əraziləri Hun dövlətinə verildi. Çinin ticarət yolları Hunların nəzarətinə keçirdi. Doğrudur. Çini böyük Hun dövlətinin canişinləri idarə etməli idi. Belə bir şərt yoxdur. Hun dövlətinin Çindən asılılığına son qoyuldu. Hun dövləti heç Çindən asılı deyildi ki, sonda qoyulsun. 1, 3, D bəndi. 20-ci suala baxırıq. Uzun bir sualdır. Sülhün ən ağırlı məqamlarından biri isə 15-ci maddə idi. Bu maddədə Qacarların daxili əyalətlərində yaşayan əhalinin Rusiyaya, Azərbaycanın şimalına sərbəst keçməsinə şərait yaratdığı əks olunurdu. Bu maddəyə uyğun olaraq Rusiya Qacarlar müharibələrinin gedişində xəyanət yolunu tutmuş ermənilərin kütləvi surətdə Cənubi Qafqaza və əsasən Azərbaycan torpaqlarına köçürülməsi prosesi başlandı. Mətndə bəhs edilən müqavilənin Gülüstan müqaviləsi ilə oxşar cəhətini müəyyən edin. Söhbət Türkmənçay müqaviləsindən gedir. Türkmənçay 19-cu yüzilliyin oxşar cəhətini soruşur. 19-cu yüzilliyin birinci rübündə Rusiya 1828-dir bu müqavilə. Birinci rüb deyəndə ilk 25 il nəzərdə tutulur. Rüb 25 ildir. Ona görə birinci rüb ortaq cəhət ola bilməz.
Qacarlar dövlətinin Rusiyaya hərbi təzminat ödəməsi, yəni Gürcüstan müqaviləsi baxmayaraq ki, 1813 birinci rübə aid idi. Qacarlar dövlətinin Rusiyaya hərbi təzminat bu ancaq Türkmənçaydadır. Xəzər dənizinin Qacarlar dövlətinin, Qacarlar yox, Rusiyanın daxili dənizi kimi tanınırdı. Xəzər dənizində hərbi donanma saxlamaq hüququnun yalnız Rusiyaya məxsus olması, bəli, bu oxşar cəhət olacaq. Ermənilərin Osmanlı dövlətinin ərazisindən Qarabağa, İrəvana və Naxçıvana köçürülməsi yalnız Türkmənçaydadır, Gürcüstanda yoxdur. Cavab D bəndi götürəcəyik. 21-ci sual. 19-cu əsrin ikinci yarısında İrəvan və 20-ci əsrin əvvəllərində Bakı şəhərlərinə aid oxşar cəhət. Müəllimlər seminariyasının fəaliyyətə başlaması. İrəvanda 1881-dir müəllimlər seminariyası. Bakıda da 1916-14, Gəncə 16 Bakıda açılmışdı. İlləri verilməyib, amma 20-ci əsrin əvvəllərində yazılıbdır. Gəncədə və Bakıda müəllimlər seminariyası fəaliyyətə başlamışdı. Doğru cavab olaraq A götürəcəyik. İlk teatr binası 1873 Bakıdadır təkcə. Azərbaycan dilində qəzetlərin nəşrinə başlanması bu Bakıda başlayıb 1875 ikinci qəzeti. Satirik mətbuatın əsasının qoyulması, bu da 1906-cı il, 20-ci əsrin əvvəlləri təkcə Bakıya götürürük, İrəvana yox. Azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəbin açılması, Nina Qız Gimnaziyası 1874-cü ildə Bakıda açılmışdı. İrəvanla bağlı təkcə A-nı götürə bilərik. 20-ci yüzilin əvvəllərində ABŞ-də Theodore Roosevelt'in daxili siyasətinə aiddir. Bizdən soruşur daxili siyasət, bir də Theodore Roosevelt-in dövrü. Konstitusiyada qadınlara seçki hüququ verilməsi haqqında əlavə edilməsi Woodrow Wilson hakimiyyəti ilə bağlıdır. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi istiqamətində ilk addımlar atıldı. Bəli, bu Theodore Roosevelt'in hakimiyyəti dövründədir. Bütün ölkə ərazisində köləliyin ləğvi ilə əlaqədar konstitusiyaya yeni əlavələrin olunması 1866-cı ildir. 19-cu əsrə düşür, Roosevelt'in dövrü deyil. Böyük dəyənək adlanan siyasətin yürüdülməsi Roosevelt'in dövrü olsa da bu xarici siyasətdir. Təcridçilik prinsipləri əsasında təşkil edilməsi, əksinə təcridçilikdən imtina edir. İlk dəfə ABŞ-ın dünya hegemonluğu uğrunda mübarizəsini başlatmışdı. Deməli, 22-yə B olacaq. 23-cü suala baxırıq. 2023-cü ilin sentyabrında Azərbaycan ordusunun Qarabağda antiterror əməliyyatları keçirməsinin səbəbləri. Sentyabrın 19-20-sində keçirilmişdi, bilirsiniz yəqin ki. Ermənistanın rəsmi şəkildə Azərbaycan ərazi bütövlüyünü tanımaqdan imtina etməsi, əksinə tanıyırdı Azərbaycan ərazi bütövlüyünü, ancaq əməl eləmirdi. Xankəndidəki hərbi xuntanın qondarma Dağlıq Qarabağ Respublikasının yaradıldığını elan etməsi 1991-ci ildir. Yəni onunla əlaqəsi yoxdur, həmin dövrün əlaqəsi yoxdur. Rusiya sülh məramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərə Ermənistanın qeyri-qanuni yollarla əsgər və silah göndərməsi, bəli, bu söhbət qondarma Dağlıq Qarabağ ərazisində ermənilərin qeyri-qanuni yollarla əsgər silah göndərməsi, qanunsuz silahlı birləşmələrin şəhər və məntəqələrdə davamlı olaraq müxtəlif silahlardan atəşə tutması aiddir. Qanunsuz silahlı birləşmələrin mina terroru həyata keçirməsi, bu da aid olacaq. 3, 4, 5 olacaq. 3, 4, 5. Növbəti sual 24-cü suala baxırıq. AXC və Azərbaycan Respublikası fəaliyyətinə aid oxşar cəhətləri müəyyən edin. Təbrizdə konsulluğun açılması hər ikisinə aiddir. Cümhuriyyət dövründə 1920, Respublika dövründə isə 2004-cü ildə açılmışdı. Bizdən nəyə soruşur? Oxşar cəhət, bəli. Konstitusiyaya əlavə və düzəlişlərin qəbul edilməsi. Cümhuriyyət dövründə konstitusiya olmayıbdı, ona görə götürməyəcəyik, amma Respublika dövründə olubdu. Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində tədbirlər görülməsi, bəli. Bunu götürəcəyik. 19-cu ildə Cümhuriyyət dövründə Himayədarlıq Nazirliyi yaradılmışdı bununla bağlı. Azərbaycan Respublikası dövründə isə qaçqın və məcburi köçkünlərin problemləri üzrə Dövlət Komitəsi təşkil edilmişdi. Torpaq islahatı nəticəsində kəndlərin pulsuz torpaqla təmin edilməsi. Bu Cümhuriyyət dövründə islahat keçirilə bilmədi, amma 96-cı ildə Respublika dövründə həyata keçirilmişdi. Türkiyə Respublikası və Gürcüstanla hərbi müdafiə paktının imzalanması. Cümhuriyyət dövründə Türkiyə Respublikası yox idi, çünki 23-də yaranıbdı. Osmanlı ilə isə Batum müqaviləsi imzalayaraq hərbi yardım almışdı.
Gürcüstanla hərbi müdafiə paktını da Cümhuriyyət imzalamışdı DNK-nin təhlükəsinə qarşı. Ancaq Azərbaycanla Gürcüstan arasında hələ ki belə bir müqavilə yoxdur. 1-3 cavab olacaq. On 19-cu ildə fəaliyyətə başlayan Paris Sülh Konfransında tətbiq edilən mandat sisteminə aid deyil. Mandat rejimi qalib dövlətlərin ərazi ilhaq etmələrinin bir alternativi oldu. Bəli, adını dəyişdirmişdilər. Bu aiddir, bizdən aid olmayanı soruşur. Fransa mandat sahibi ola bilmədi. İngiltərə və onun dominionları, yəni Avstraliya, Yeni Zelandiya, həmçinin Fransa, Belçika, Yaponiya mandat sahibi oldular. Sahib ola bilmədi deyir. Bu aid deyil. Götürəcəyik. Almaniyanın müstəmləkələri olan yaxın şərqdəki ərəb torpaqları bəzi qalib dövlətlərə verildi. Bu Almaniyanın deyildi, Osmanlının idi. Ona görə bunu da götürəcəyik. Bəli, verilmişdi. İngiltərə həmçinin onun dominionları mandat sahibi oldu. Bu aiddir. Cavab 2-3 olacaq. 26-cı suala baxırıq. Xəritədə rəqəmlərlə verilmiş rayon mərkəzlərinin işğaldan azad edilməsinin xronoloji ardıcıllığını müəyyən edin. Deməli, 1 Kəlbəcərdir, 2 Ağdamdır, 3 Füzulidir, 4 də Cəbrayıldır. Bizi uşaqlar nəyə qarışdıra bilərlər? İlk olaraq 4 ağlarına gəlməyə bilər xəritədə, amma tarixdə bilirik ki, 4 oktyabrda Cəbrayılı ələ keçiriblər. Daha sonra 17 oktyabrda 2020-ci ildə 17 oktyabrda Füzulini, sonra Ağdamı noyabrın 20-sində Ağdam, Kəlbəcərdə noyabrın 25-də azad edilmişdi döyüşsüz olaraq Kəlbəcərlə Ağdam. Füzuli, Cəbrayıl isə döyüş yolu ilə. Deməli, burada Füzulinin kəndlərini Azərbaycan qoşunları azad edərək əvvəlcə gəlir Cəbrayılı tuturlar. Füzuli isə arxadan əsasən üç tərəfli üç istiqamətdən mühasirəyə alınaraq Füzuli də bu şəkildə azad edilmişdi 17 oktyabrda. Ona görə 4, 3, 2, 1 ardıcıllıq bu şəkildə gedəcək. Uyğunluğu müəyyən edin. İkinci xaslı yürüşü, üçüncü xaslı yürüşü. 1147, 1149 ikinci xaslı yürüşüdür. Üçüncü xaslı yürüşü 1189, 1192-ci ildə. Müqəddəs Roma İmperatorunun İngiltərə və Fransa krallarının iştirakı ilə başlandı. Bu üçüncü xaslı yürüşünə aid olacaq. Mosul hakimi Elisanın tutmasına cavab olaraq baş vermişdi. İkinci xaslı yürüşünə aid olacaq bu. Roma papazı 3-cü Innokentinin təşkilatçılığı ilə baş vermişdi. Bu 4-cüyə aiddir. Səlcuqlarla mübarizədə məğlubiyyətə uğradı. Bu ikinci xaslı yürüşünə götürəcəyik. Səlcuq dedik. Təbəriyyə gölü yaxınlığındakı döyüşdə Misir hökmdarı Səlahəddin Əyyubinin ordusu tərəfindən məğlub edildi. Bu üçüncü xaslı yürüşünün başlanmasına səbəb oldu. Səbəb idi bu. Qüdsün azad edilməsi. Təbəriyyə gölü yaxınlığındakı döyüşdə Əyyubi qalib gəlir. Səlahəddin və Qüdsü azad edir. Ondan sonra üçüncü xaslı yürüşü baş verir. Amma bizdən bunu yanlış formada yazıb soruşulur. Ona görə bu da aid olmayacaq. Deməli, 1-ə B-dir, 2-yə A. Suala baxırıq. Situasiya sualı. Dini düşmənçiliklərə və dövrü müharibələrə baxmayaraq xristian Avropa İslam dünyasından çox şey öyrəndi. Həm Yunan elminin və fəlsəfəsinin qorunub saxlanması, həm də Hindistan və Çin kimi uzaq ölkələrdən elmi və kənd təsərrüfatı bilik və texnologiyasının Avropaya çatdırılması İslam dünyasının işidir. 15-ci yüzilliyin birinci yarısında Avropada geniş təsirləri olan iqtisadi və texnoloji inkişaf, quru və dəniz ticarətində genişlənmə baş verdi. Avropa iqtisadiyyatının əsas canlılığı və onu daha çox ticarət və yeni resurslara təmin etmək axtarışı 15-16-cı əsrlərdə Avropa ekspansionizminin əsas hərəkət verici qüvvəsini yaratdı. Ekspansionizm işğalçılıq siyasəti deməkdir. Genişlənmək, işğal etmək.
İqtisadi də ola bilər, hərbi də ola bilər. Burada əsasən hər ikisi də nəzərdə tutulur, xüsusən işğalçılıq. Mənbədə bəhs edilən hadisələr nəticəsində başlanan tarixi prosesin adı böyük coğrafi kəşflərdir. Bunu hamı bilir ki, böyük coğrafi kəşflər əsasən Avropadan digər ölkələrə dəniz səfərləri ilə baş vermişdir. Bəhs edilən tarixi prosesin səbəblərindən ikisini yazın deyir. Yazmaq uzun çəkər. Şifahi olaraq deyə bilərik. Osmanlıların fəthləri 14-15-ci əsrdə Osmanlı türklərinin ələ keçirdiyi torpaqlar Avropalıların ticarətinə mane olurdu. Həmçinin Avropada qızıl və gümüş ehtiyatlarının tükənməsi, iqtisadi gerilik və Avropalıların şərqlə, xüsusən Hindistanla ədviyyat ticarətini genişləndirmək istəyirdilər və buna görə də asan yolla, sərfəli olan dəniz yolu ilə yeni ticarət yolları ələ keçirməyə, aşkar etməyə çalışırdılar. Həm də bu ticarət ərəblərdə olduğuna görə Avropalılara çox da sərf eləmirdi. Yəni bunlar əsas səbəblərdir. Bunlardan ikisini yazmaq olar. Bəhs edilən tarixi prosesin nəticələrindən ikisini yazın deyir 30-cu sualda. Yəni böyük coğrafi kəşflərin nəticələri. Ticarət genişləndi, yeni qitə kəşf edilir, Amerika qitəsi və bunun nəticəsində dəniz, okeanlarda ticarət genişlənir. Müstəmləkə işğalları başlayır Avropa dövlətləri tərəfindən. Sonra müstəmləkə işğalları ilə bağlı Avropa dövlətləri bir-birləri ilə rəqabətə başlayırlar. Hindistana dəniz yolu kəşf edildi. Bunu da deyə bilərik. Sonra qul ticarəti başlayır. Avropada Afrikalıları tutaraq Amerikada aparıb satırdılar. Və s. Yəni bunlardan da ikisini də qeyd edə bilərik. Sağ olun, dəyərli izləyicilər. Əgər bəyəndinizsə, paylaşsanız sevinərəm. Növbəti izahlarda görüşərik. Hələlik.